Salam aleyküm dostlar. Bugün qardaş fısır bir dənə maraqlı vlog çəkir mənim ərköyün izləyicilərim. Deməli nə edirik? Bu günlərin mən həyatımda ilk dəfə üzüm masajına gedəcəm. Bizim gördüyümüz ancaq bayram kremi olub. Nənələrimizdən, babalarımızdan üzümüzə də sürtmüşük, dabanımıza da sürtmüşük, əllərimizə də sürtmüşük, hər yerimizə sürtmüşük o bayram kremini. Amma indi artıq illər keçibdir. İndi mən baxıram sosial medialarda falan. Gənclər daha baxımlıdırlar, daha özlərinə çox baxırlar. İndi Natalya məni gözləyirdi, ana özümü masaj eləməyə. Mən dedim ki, gedim bir MC Boss'la bir pırtsovskamı düzəltdirim. Hə, nətər demişim qadın qalım. İndi Zaharı götürəcəm. Bu Zahar da bilirsiniz kimdir? Bu MC Boss'un yiyəsidir, ana başa düşdüm. Mən onu götürməliyəm. Getdim. Dzień dobry. Hayda, nətərsən? Saçıma başıma baxıyor. Bərbərxana sənindir də, saçıma başıma bax deyəndə bizə elə minnət edirsən ki, elə bir bizim bərbərxanamızdır, biz sənə yer yazmırıq. Saç yoxdur. Buradan hara dönürsən? Səhər nə yemisən sən orada? Pomidor yumurta. Hə, yox, bir yaxşı kimi deyəndə. Menemen. Menemen deyil də, burası Azərbaycan sayağı pomidor yumurta. Menemenlə pomidor yumurtanın fərqi nədir ki? Menemenlə pomidor yumurtanın fərqi odur ki, menemende biber də olur əlavə. Menemen biber, aha. İstəyə görə soğan da ola bilər. Deyirlər ki, dava düşür ki, soğanlı olur, soğansız olur. Onu ayırt eləmək olmur da yəni. Amma bizim pomidor yumurtada ancaq pomidor yumurta olur. Çünki məncə pomidor yumurta döyər menemeni. Yox, məncə menemen döyər. Doğrudan o biberin çünki orada dadı gəlir, orada biberin belə qəşəng dadı. Amma şey biber də belə nə deməyim, belə qəşəng yaşıl biber, uzun biberlərdən var. Onu da hər yerdə tapmaq olur. Yəni menemen məncə hər türlü pomidor yumurtanı döyür. Azərbaycanlı damarımız tutub. Sən yaman. Yox, mənə qardaş həmişə tutacaq o damar. Yox, yəni bu biz də türkük də. Özbəklər. Menemen yox qardaş, pomidor yumurta. Menemen döyər. Nə bilim, kommentlərdə yazarsınız da. Məncə menemen döyər. Qəşəng geyinərdim. Geyinmişəm belə. İndi mənim bu Natalyanın yanına məni nətər yola salasınız? Səni qəşəng yola salarım. Hə. Aha. Salam aleyküm. Obba. Usta necəsən? Nə var lan? Yatdırmısan yenə məni. Yenə uzandırmısan. Bax, burada PlayStation zad var, hə? Burada PlayStation var. Hoppa. Bounty var. Wi-Fi var. Belə bir dənə şey elə bilərsən ki, əgər kimsə ki udsa, əgər kim səni udsa, saç şey pulsuz. Mənə var ki, gəlsinlər başqa pulsuz. Var. Nətər demişəm? Qəşəng demişəm. Asantdır sən udmaq? Yox, bizə nəfər, hə, mən udmaq asantdır. Burası tema bir sənədir. Nə eləmək olar? Gəlsinlər, ki dost, ki tanış. Hə. Uduzan pulu versin. Əla, super ideyadır, super. Allah haqqı. Hamı demir. Məni masaja çağırıblar. Dedilər üz masajı. Açığı dedi ki, full bədən eləyim, qorxdum. Biraz çəkindim. Dedim gəl üzlə. Məlum obyektə gedirsən. Üzlə başlayaq. Amma elə ki mən ora girəndə hamı mənə baxsınlar, yaxşımı? Mənim saçımı bir dənə fenlirsən də usta. Mən gözüm üstə. Bura gələndən sonra özüm... Mən məsələn səhər fenləmişəm də. O deyil də. O deyil. Ya alındıra bilmirəm. Sənin kimi qabağı elde bilmirəm. Bilmirəm fennəndir, nədəndir. Yəqin ki sənətkarın əlindəndir. Bəli. Durdum getdim şeyə. Siqaretimi tutarmışdım. Gedim bir dənə rapkaya dəyim gəldim. Necə girmişəm rapkaya, sırada adamlar var. Onlar da mənə gülürlər. Dedim mən bu gün yəqin yaxşı pozitiv günümdəyəm, hamı mənə gülür. Gəldim sırada durdum, sıram gəldi. Aldım, satıcı da gülür. Deyirəm bu nə olan şeydir ki, bu nə oldu bax mənə belə qəşəng gəlməyəndə. Getdim, oturdum təzədən həmənki yerində. Yeməyim canım qutarıb, çayzad gətirdilər. Sonra bizim uşaqlar qayıtdı. Belə oturmuşdum, gələn kimi Hafiz dedi ki, Mosu, düşündə bu boyda görmə. Burada. Ay atomdan, mən bir saatdır cəmaata özə hırıllayıram, yəni belə dişlərimi belə göstərirəm. Sən demə burada göy var imiş, hamı da ona görə gülür. Dedim Allah bəlanızı versin. Biriniz gəlib deyərdiniz ki, ay yetim, ağzında göyərti qalıb, onu bir təmizlə də, nə olar? Öpürəm, çox sağ ol.
Özün də çox belə karizmatik, çox möhtəşəm görürsən ha. Hoppa. Əla. Hə, gəldik, çıxdıq indi Natalyanın yanına. Biz saçımızı, zarımızı düzəldək, görün nətər düşəcəyik. Welcome. Salam aleykum. Hello. Zapraszam. Zapraszam, okey. Tutaj? Tutaj. First ladies. Vay. Bir-iki dənə şəkil də çəkib Natalya. Baxın. Natalya, bu bizim baldızımıza oxşayır, qadın qalım. It's very beautiful. Perfect. Mənə deyir ki, köynəyi çıxar. İndi mən utanıram axı. Mən nətər çıxardım bunu? It's possible with this t-shirt or no? Yeah. It's possible with this t-shirt. Okay. Okay, indi Natalya maska hazırlayır mənə. Natalya dedim maskada. İndi maska eləyəcək mənə. Maskamızı çıxardar indi Natalya xanım. Ops. Можно? Открываем глаза. Можно. Опс. Horror. Ага. Halloween mask. Спасибо вам большое, Наталья. Пожалуйста. Это было супер. Все, сейчас принесу чай. О, süper. O masajdan sonra bilmirəm indi. Görünür, elə bir üzüm çox belə şey oldu. Nəsə vurubdu üzüm, elə bir orbit falan çeynirsən arada, saqqız. Onun adamın ağzı necə belə hava olur, elə bir soyuqluq olur. Üzümdə bir dəqiqə elə bir soyuqluq var. Amma sağ olsun yəni bizim masaj elədi. Süper idi. Dadanacaq deyəsən burayla həftə 8 mən 9 masajlayıq.